Hər kəsə salam dostlar. Kanalıma xoş gəlmisiniz. Mən Abşeron rayonu Saray qəsəbəsi Azim Müzəffərov adına 2 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Ayan Səlimli. Mən uzun bir müddətdir ki, kanalımda video yayımlamırdım. Bunun ən böyük səbəbi isə Respublika Fən Olimpiadalarına hazırlaşırdım və nəticə olaraq Respublika Fən Olimpiadalarından Azərbaycan dili və ədəbiyyatı fənni üzrə gümüş medala layiq görüldüm. Bu videonu çəkməkdə əsas məqsədim isə odur ki, sizlərə həm Respublika Fən Olimpiadaları barədə məlumat vermək, həm də Respublika Fən Olimpiadaları ilə bağlı öz tövsiyələrimi, öz təəssüratlarımı sizlərlə bölüşmək. Gəlin başlayaq. İlk olaraq Respublika Fən Olimpiadaları hər il 8 fəndən təşkil olunur. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya və informatika fənlərindən. Aşağı yaş qrupu və yuxarı yaş qrupu deyə bölgülərimiz də var. Aşağı yaş qrupu 8 və 9-cu sinifləri, yuxarı yaş qrupu isə 10 və 11-ci sinifləri əhatə edir. Və Respublika Fən Olimpiadaları 3 mərhələdən ibarət olur. Rayon, şəhər, yarım final və final mərhələlərindən. Hər turun öz çətinliyi var, amma mənim üçün ən çətin turlar yarım final və final turları deyə hesab eləyərdim. Əsas da yarım final turu çətin oldu. Hazırlaşmaq baxımından, istərsə də finala keçmək baxımından. Amma mən istəyirəm ki, bugün öz tövsiyələrimi sizinlə bölüşüm, həm mənfi, həm də müsbət cəhətləri ilə birgə. İlk olaraq rayon şəhər mərhələsindən başlayaq. Mən rayon şəhər mərhələsinə avqust ayının sonlarından başlamışdım. Amma düzdür, o qərarımdan yenə də peşman deyiləm. Çünki mən 8-ci sinif idim, sonraki vaxtlar içində bolca zamanım var idi, hazırlaşa bilirdim. Amma əgər aranızda 9-cu siniflər varsa, tövsiyə edirəm ki, daha əvvəldən başlayasınız. Məsələn, iyulun ortaları, avqustun əvvəllərindən. Çünki buraxılış imtahanı ilə bərabər olsa bu, yəni Respublika Fən Olimpiadaları hər ikisi mühümdür deyə, təbii ki, sizə daha az vaxt qalmış olacaq, həm daha çox yük olacaq. Yəni buna görə də hazırlaşmaq çətin olacaq. Ona görə də elə əvvəldən başlamanızı tövsiyə edirəm. Amma mən hansı vəsaitlərdən istifadə etdim bu müddətlər ərzində? Əgər belə bir sual olsa, mən MHM-dən, ədəbiyyatdan MHM-dən istifadə etmişdim. Azərbaycan dili və ədəbiyyatdan isə Natiq Vahidovun test vəsaitlərindən istifadə etmişdim. Və onu da deyim ki, Respublika Fən Olimpiadalarında Azərbaycan dili ilə bağlı əsas götürülən mənbə Qəzənfər Kazımovun sintaksis kitabıdır. Bu kitabın həm PDF-i, həm də ki, normal çapa verilmiş kitab variantı da var və hər hansı bir mübahisəli məsələ olsa, Qəzənfər Kazımovu öncə götürürlər Respublika Fən Olimpiadalarında Azərbaycan dili ilə bağlı və proqram, yəni hər il yayımlanır, hansı əsərlər düşür, hansı mövzulardır, hansı mənbələrdir, bunların hər biri var. O barədə narahatçılığa əsas yoxdur və bizə əsas olan o müəyyən vaxtlar ərzində zamanımızı düzgün bölüb həmin proqramı bitirməkdir. İlk olaraq dediyim kimi, mən rayon şəhər mərhələsində Azərbaycan dili ilə ciddi məşğul olmadım. Ən önəmli, yəni Azərbaycan ilə bağlı etdiyim iş oydu ki, hansı ki məktəb proqramında olmayan, amma Respublika Fən Olimpiadalarının proqramında olan müxtəlif mövzuları oxuyub öyrənmək, onlardan müxtəlif testlər işləmək idi. Məsələn, Azərbaycan dilində ilk turda biraz da Dövlət İmtahan Mərkəzinin topusundan və MHM-in Azərbaycan dilindən də və saytından da istifadə etmişdim ki, mövzuları daha dərindən öyrənim. Bunu etdikdən sonra Azərbaycan ilə bağlı ciddi bir şey etməmişdim. Amma ədəbiyyatdan 6, 7, 8-ci sinifin bütün əsərlərini təkrar etmişdim, oxuyub öyrənmişdim. Hansı ki, məktəb proqramında olan, yenə də olmayan, amma fonun proqramında olan əsərləri, onları oxuyub öyrəndim. Nəzm əsərlərini əzbərləməsəm də ciddi oxumuşdum. Yəni hər hansı bir misra olsa onu tamamlaya bilirdim. Məsələn, ən çox da belə şeylər olmur, düzdür. Rayon şəhər mərhələsində əsas suallar nəzm əsərinin ideya və mövzusu baxımından olurdu. Mövzu, məzmun, ideya baxımından olurdu. Yəni buna görə də əzbərləməyinizə bir o qədər də ehtiyac olmur. Amma yenə də deyirəm, mən 8-ci sinif idim. 9-cu sinifdə yük daha çox olacağına görə tövsiyə edirəm ki, elə əvvəldən
Yəni ən azından 6, 7, 8-də olan nəzm əsərlərini oxuyub əzbərləyin. Yəni 9 bir o qədər də bəlkə də lazım deyil hələ ilk tur üçün. Amma yenə də 9-un əsərlərini də nəzm əsərlərini, yəni əzbərləmək baxımından deyirəm. Yenə də əzbərləyin onda əgər vaxtınız varsa, amma nəzm əsərlərini oxumağınızı, yəni ciddi oxumağınızı tövsiyə edirəm ilk turda. Çünki yarımfinal mərhələsində artıq 8-9 bir yerdə olur və yəni yarımfinal mərhələsinə hazırlaşmaq üçün sizin cəmi 2 ay kimi qısa bir vaxtınız olur. Bu qısa zaman ərzində həm bolca testli işləmək lazımdır. Məsələn, mən elə Natiq Vahidovu 2-ci turda istifadə elədim Azərbaycan dilindən. Bütün işləyib bitirmişdim. Ədəbiyyatdan yenə də əsərləri oxuyub öyrənmişdim. 6, 7, 8 və bu səfər 9-un da nəzm əsərlərini də, nəzm əsərlərini də ciddi şəkildə oxumuşdum. Düzdür, nəzm əsərlərini hələ də əzbərləmədim, amma üzündən o qədər oxumuşdum ki, yəni bilirdim. Demək olar ki, danışa bilməsəm də amma əzbər bildiyimə hesab idi. Siz belə etməyin amma. Yəni elə yarımfinalda əzbərləyin, bitsin belə deyim. Artıq çünki həm 9-un dövrləri də var yarımfinal mərhələsi üçün. Yəni əgər yarımfinalda oxuyub öyrənməsəz də finalda heç olmasa biraz da olsun onu oxuyub öyrənmək lazımdır. Yəni bu kimi şeylərə görə vaxt az qalacaq. İndidən əzbərləmənizi tövsiyə eləyərəm. Və ən mühüm məsələlərdən biri yarımfinal mərhələsi üçün 9-cu sinifin dövrləridir. 9-cu sinif dövrləri mənim üçün də ən çətin mövzulardan biri idi. Eyni zamanda 8-ci sinifin dövrləri bir o qədər çətin olmasa da, yəni dövrlər çətin bir mövzudur. Ən demək olar çətin hissələrdən biridir. Amma onun da öhdəsindən gəlmək lazımdır. Yəni onu da oxuyub öyrənməkdə çalışmaq lazımdır. Ən azından əsas məqamları öyrənmək lazımdır. Bir konspekt çıxarda bilərsiniz özünüzdən və o konspekti artıq oxuyub öyrənə bilərsiniz. Məsələn, bu sizə daha rahatlıq təmin edər. Dövrlərlə bağlı tövsiyələrim bu qədərdir. Ondan sonra artıq yarımfinal mərhələsində dediyim kimi bütün əsərləri, yəni nəsr əsərlərin hətta hansı obraz, hansı sözü deyir, kimə deyilir, nə məqsədə deyilir, ədəbiyyat nəzəriyyəsində yəni şəksiz unutmamaq lazımdır. Məsələn, ədəbiyyat nəzəriyyəsindən tutalım ki, hər hansı bir nəzm əsəridir. O nəzm əsərinin əruz hansı vəzindədir, janrı nədir, mövzusu nədir, ideyası nədir, nə məqsədə yazılıb, orada obrazların sözü hansı, obraz hansı sözü deyir. Ondan sonra əgər əruz vəznində nəzm əsəridirsə, bəhri nədir, nə bilim, təfiləsi nədir, bu kimi şeylərin hamısını bilmək lazımdır. Ondan sonra artıq yəni ədəbiyyat nəzəriyyəsində demək olar işimiz hələ bitmiş hesab olmasa da, yenə də məsələn janrların xüsusiyyətləri, əsaslı bədii təsvir ifadə vasitələrini möhtəşəm oxuyub öyrənmək lazımdır. Yəni bəlkə də digər mövzular çox da önəmli olmasa da, əsas bədii təsvir və ifadə vasitələrini oxuyub öyrənmək lazımdır. Və sonra da gəlirik final mərhələsinə. Ən əyləncəli, belə deyərəm, ən maraqlı keçən mərhələlərdən biri final mərhələsidir. Düzdür. Final mərhələsində vaxt elə keçir ki, adam hiss eləyə bilmir. Artıq ilin sonu olur, nə bilim, müxtəlif belə hisslər yaşayırsan, amma çox əyləncəli olur. Onu deyim belə öz təəssüratım baxımından. Və final mərhələsində məsələn, mən dediyim kimi heç bir qərarımdan peşman deyiləm, amma çünki 8-ci sinif idim. Bolca vaxtım var idi. Amma 9-cu siniflərin bolca belə bir vaxt şansı olmadıqlarına görə, ona görə də elə əvvəldən əzbərlədikləriniz gəlib final mərhələsində sizə çoxlu kömək olacaq. Məsələn, bu il final mərhələsində bəlkə də düşməmiş, məsələn, hər hansı bir misranı tamamlamaq və ya başqa bir şey, amma düşdükləri olub. Məsələn, əvvəlki illərin də test suallarına baxsanız, bunu görə bilərsiniz. Eyni zamanda Koroğlunun da tam versiyasını oxumağınızı tövsiyə edirəm. Yenə də bu il düşmədi Koroğlu, amma bəlkə də düşə bilər gələn il. Çünki əvvəlki illərdə Koroğlunun tam versiyasından düşdüyü olub, düşüb. Ona görə də tövsiyəm elə budur ki, əvvəldən də Koroğlunu, yəni əvvəldən elə final mərhələsində Koroğlunu oxuyub öyrənin. Ondan sonra artıq əsərləri əzbərləyin. Hətta elə əzbərləyin ki, yəni yuxudan sizi oyatsalar belə onu tam bir şəkildə əzbər deyə biləsiniz. Mən, məsələn, yarımfinal üçün 8-ci sinif əzbərləmişdim və
yəni 7-dən deməyə qədər əzbərləmişdim deyə gəlib finalda mənə kömək olmuşdu. Amma tam əzbərləsəm daha rahat olardı əlbəttə ki işim. Buna görə də sizlərə tövsiyəm odur ki, tam əzbərləyin. Ondan sonra gəlir lingvistika. Lingvistikanın isə artıq sizin tamamilə öz bacarıqlarınızla bağlı bir şeydir. Amma yenə də əvvəlki illərin suallarını işləyərək lingvistikanızı daha da gücləndirə bilərsiniz. Yəni lingvistikada əsas odur ki, o açarı tutasınız. O məsələni tutasınız ki, bu nədir? Nəyin üzərinə quruludur bu lingvistika? Onu həll etdikdən sonra lingvistikada asan olur, amma lingvistika ilə bağlı ciddi bir tövsiyə verə bilmirəm. Təəssüflər olsun ki, ondan sonra yəni tam hazır hesab olunursunuz. Yəni dövrlər, ədəbiyyat nəzəriyyəsi, ümumiyyətlə ədəbiyyatdakı əsərlər, nəzm, nəsr, qarışıq, Azərbaycan dilindən qaydaları əzbər bilsəniz, yəni bəs eləyir, yaxşı olur. Və sonda yarımfinal mərhələsi ilə bağlı bir şey də qeyd etmək istəyərdim ki, istər yarımfinal, istər final fərq etməzdi. Yəni bütün mərhələlər üçün əvvəlki illərin suallarını işləmək lazımdır. Və bir də belə deyim, Azərbaycan ədəbiyyat fənnindən sırf digər fənləri yaxşı oxumaq məktəbdə. Çünki həm dünyagörüş baxımından, həm də ki hər cəhətdən sualların məsələn quruluşunu başa düşməkmi deyim, müxtəlif sözlərin yazılışı falan baxımından əvvəlki illərdə də fənləri yaxşı oxumaq, məktəb dərslərinə önəm göstərmək lazımdır. Eyni zamanda müxtəlif bədii kitabları oxumaq, hər şey, yəni hər cəhətdən öyrənməyə açıq olmaq lazımdır. Bir də ki, məsələn, dərsliklərdə əsərlərin üstündə verilən şairlər haqqında fikirlərimiz var ki, həmin o fikirlər kim deyilib və kimə deyilib? Bunların ən önəmli məqamlardan biri də bunlardır. Bunları da əzbərləmək lazımdır. Və bir də dostlar, onu da deyim ki, məsələn, bu il bildiyiniz kimi Bəxtiyar Vahabzadənin və Seyid Əzim Şirvaninin yubileyləri idi. O baxımdan onlardan da sual düşmüşdü. Düzdür, bizə Seyid Əzim Şirvanidən düşmüşdü. Amma YG-lərə Bəxtiyar Vahabzadədən düşmüşdü. Ona görə də əgər hər hansı bir, məsələn, şairin və ya ədibin yazısını fərq etmir. Ədəbiyyata töhfəsi olan, Azərbaycan dilinə töhfəsi olan hər hansı bir şəxsin yubileyidirsə, onun həyatı, yaradıcılığı, nə bilim, əvvəldən bu günə qədər, yəni yaratdığı hər bir şeyi əzbər bilmək lazımdır. Düzdür, belə sadə görünə bilər. Həqiqətən də ciddi bir prosesdə olimpiyadaya hazırlaşmaq, amma qarşısına məqsəd qoyan, hədəfinə çatmaq istəyən hər kəs bunun öhdəsindən gələ bilər. Sonda onu deyim ki, bütün bu zəhmətlərə həm fənnin dərindən, fəndə həm Azərbaycan ədəbiyyat fənnindən dərindən öyrəndiklərimə, həm bu medala, baxın, həm də ki, bu sertifikata görə dəyər dostlar. Hər şeyə görə dəyər, həqiqətən də. Mənim üçün çox əyləncəli, maraqlı bir təcrübə oldu. Həyatıma rəng qatdı deyə bilərəm. Həmin ilimə rəng qatdı. Mənim tövsiyələrim bu qədər. Hər hansı bir sualınız olsa şərhlərdə bildirməyi unutmayın. Mütləq cavablandıracağam. Əgər aranızdan olimpiada qalibləri varsa da bildirməyi unutmayın. Hələlik görüşənədək.